Bu torpağın qədim bir tarixi var. Abbasqulu Ağa Bakıxanovun Gülüstan İrəm əsərində orta əsrlərdən belə yurdumuza gələn xarici səyyahların gündəliklərində Masallının adı çəkilir. Bir tərəfdən Xəzərə, o biri tərəfdən də Talış dağlarına sığınıb bu qədim yurt yeri. Düşünürsən ki, onlar hərdən uzaq keçmişləri yada salıb, olub keçənləri xatırlayırlar. Bir də elə bil ki, bu nəhəng güclərlə qonşuluq bu torpağa bir məğrurluq, bir ucalıq verir. Su həyatdır. Bu həqiqəti daha çox kənd adamının dilindən eşitmək olar. Çünki kəndin həyatı, gün-güzaranı əkin-biçinlə bağlıdır. Su olmayan yerdə isə əkin-biçin adamının zəhməti çox vaxt puç olur. Biləşçay su anbarı bir həyat mənbəyidir. Minlərlə hektar sahəyə can verir, evlərə xeyir-bərəkət daşıyır. Onun su tutumu 46 milyon tondur. Bu anbar ötən əsrin 80-ci illərində Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Min illərdir qoca tarixə qoşulub, uzaq bir yol gəlir dulusçuluq sənəti. Onun yaşını heç kəs bilmir. Elmi-texniki yeniliklər ildən ilə artsa da, bu qədim el sənəti öz yerini qoruyub saxlayır. Zöhrab Nuriyev Ərkivan kəndində yaşayır. Onun atası da, babası da dulusçu olub. Bu qədim xalq sənətinin sirlərini də elə onlardan öyrənib. İstisu İstirahət Mərkəzi. Masallıda bu şəfa ocağının adı çəkiləndə həkim Mirkazım Aslanlını xatırlayırlar. O, 1955-ci ildə bu suyun müalicəvi əhəmiyyəti ilə bağlı dissertasiya müdafiə edib. Masallının tibb sahəsində ilk alimlərindən olub. Mirkazım Aslanlı 12 adlı sanlı Sovet alimini öz nüfuzu hesabına Masallıya dəvət edib.
Məhz onun fədakarlığı ilə sonralar dünyaca məşhur olan bu yer şəfa ocağına çevrilib. Mir Kazım Aslanlı həm də böyük bəstəkarımız Üzeyir Hacıbəyovla dostluq eləyib. Azərbaycanda ən geniş yayılan el sənəti miskərlikdir. Qazan, məcməyi, cam, aşsüzən, kəfkir, sini kimi mis qab-qacaq 100 illər boyu məişətimizin ayrılmaz bir parçası olub. Bizim neçə-neçə atalar sözü, məsəl, misal, bayatı və xalq mahnılarımız var ki, onlarda bu qədim xalq sənətinin izləri yaşayır. Əzizim sini-sini, doldur ver sini-sini, mənə öz yarım gərək, neynirəm özgəsini. Talih Ağayev Masallının Borodgah qəsəbəsində yaşayır. Tək burada yox, bütün ətraf rayonlarda da ona sənətinin ustası, əlləri qızıldı deyirlər. Ulu babasından belə Talihgili miskərlər ailəsi kimi tanıyıblar. Bu rəqs qrupunun gözəl bir adı var, halay. Bir toy ovqatı, bir bahar havası var onun adında. Və bu qrupun bütün rəqsləri də bu xoş ovqatın üstündə köklənib. Gələn il halay kollektivinin 70 yaşı tamam olacaq. Ümbülbani Cəbiyevanın 1956-cı ildə yaratdığı bu qrupa indi onun qızı Natavan Əliyeva rəhbərlik eləyir. Vaxtilə 3 nəfərlə yola çıxan halayın indi 20 üzvü var. 1980-ci ildə Xalq kollektivi adına layiq görülən halayın 30-dan çox ölkədə çıxışları olub. Əsirçiliyin tarixi minilliklərlə ölçülür. Azərbaycan xalq dekorativ tətbiqi sənətlərindən söz açılanda əsirçiliyin adı ilk sırada çəkilir. Azərbaycanda bu qədim el sənətinin beşiyi tarixən cənnət misallı Lənkəran, Astara və Masallı torpağı olub. Bu da daha çox yerli iqlimlə, daha doğrusu burada nəmişliyin çox olması ilə bağlıdır. Tək qədimlərdə deyil, elə indi də Masallıda gəlin köçən qızlara həsir də cehiz verirlər. Sidiqə Alışova dünyaya göz açandan evdə həsir görüb, həsir toxuyan görüb. Bu sənətə də elə balaca yaşlarından meyil salıb.
Masallı həmişə öz sənətkarları ilə də tanınıb. Onlardan biri də sandıq ustası Seyfəddin Əzizovdur. Seyfəddin usta illərdir ki, taxtanın ruhunu duyan, ona nəfəs verən əlləri ilə sadəcə bir sandıq deyil, tarix və mədəniyyət daşıyıcısı yaradır. O hər bir naxşı, hər bir oyması ilə keçmişin izini bugünə daşıyır. Uşaqlıqda atasından öyrəndiyi bu el sənətinə könüldən bağlanıb. Onun hazırladığı sandıqlar təkcə ev əşyası deyil, həm də ailə yadigarı, nəsillərdən nəsillərə ötürülən bir dəyərdir. Cənub bölgəsində gitaraçı Vüqar Əzizovu toyların yaraşığı kimi tanıyırlar. Çünki onun ifalarından doymaq olmur. Burunlarına birazca şöhrət havası dəyən bəzi musiqiçilərdən fərqli olaraq, Vüqar həmişəlik öz doğulduğu Yeddoymaq kəndində yaşamağa qərar verib. Daha durub tez tələsik Bakıya qaçmayıb. Bəlkə də Vüqar ilə tək doğma kəndi Yeddoymağın gözəl adına görə bu qərarı verib. Onun ifalarına ən çox şirinlik gətirən də yəqin elə bu məqamdır. Dilimizdə çox yayılan bir məsəl var. İştah diş altındadır. Ancaq adama iştah gətirən də xörəyin dadı tamıdır. Aşpaz Talib Aslanovun da bu həqiqətdən çoxdan xəbəri var. Elə müştəri sarıdan korluq çəkməməyi də bu səbəbdəndir. Onun bişirdiyi xörəklərin dadından, tamından doymaq olmur. Talib Aslanovun menyusunda xoruz ləvənginin isə bir başqa yeri var.
Masallı Tarix Diyarşünaslıq Muzeyi Rəhim Tağıyevin adını daşıyır. Rəhim müəllim 1963-cü ildə doğma kəndi Şikədərədə özünün yığıb topladığı eksponatlar hesabına yaratdığı bu muzeyi sonralar Masallı rayon mərkəzinə köçürür. Hazırda bu mədəniyyət ocağına Rəhim müəllimin qızı Əntiqə Tağıyeva rəhbərlik eləyir. Bu muzey keçmişimizə açılan pəncərədir. Tariximizin, keçmişimizin ruhu yaşayır bu məkanda. Hazırda muzeyin 9700 eksponatı var. Masallı Rəsm Qalereyası. Bu mədəniyyət ocağı sənətsevərlərin tez-tez üz tutduğu bir ünvandır. Qalereyada həm yerli, həm də Azərbaycanın müxtəlif bölgələrindən olan rəssamların əl işləri nümayiş olunur. Burada nümayiş olunan əsərlər Masallı torpağının ilham verdiyi rəssamların daxili aləmini, onların vətən sevgisini, təbiətə, insana, tarixə olan bağlılıqlarını əks etdirir. Burada tez-tez sərgilər təşkil olunur, rəssamlarla görüşlər keçirilir. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Azan səsində ruhu qidalandıran ilahi bir işıq var. Bu işıqla insan qəlbi heç vaxt və heç yerdə tapmadığı bir rahatlığa qovuşur. Bu səsdən sanki ruhumuzun üfüqləri genişlənir. Mənəvi təmizliyə, haqqa, düzlüyə bir çağırışdır bu ilahi səda. İnsanları Musa-i Kazım məscidinə gətirən də elə bu çağırışdır. Azərbaycanımızın hər yerində olduğu kimi, Masallı da tarixən müqəddəs dinimizə, üləmalara, dini ocaqlara böyük ehtiram və hörməti ilə seçilib. Sovet rejiminin dinə düşmən kəsildiyi ən ağır illərdə belə bu torpaqda yaşayan insanların qəlbindəki Allaha inam sarsılmayıb. Ərkivan, Şıxlar, Yedioymaq, Qızılağac kəndlərindəki bu türbələr inanc yeri olmaqla bərabər, həm də İslami dəyərlərlə yaşayan, öz ömür yolu ilə örnəyə çevrilən nurlu insanların xatirəsinə ehtiramın nümunəsidir. Seyid Sadiq ağa, Mirəlican ağa, Mirəzim ağa, Mirhəsən ağa. Bu adlar tək Masallıda yox, ətraf kəndlərdə də dillər əzbəridir.
Ana oğul deyən kimi, dizlərinə döyən kimi, nənəm əzizləyən kimi şəkildə əzizlə məni. Qayıdacam, gözlə məni. Masallı şəhidləri. Bəli, onlar şəhid kimi qayıtdılar. Ancaq neçə illər düşmən tapdağı altında qalan doğma torpaqlarımızı azad edib qayıtdılar. Masallı torpağı Qarabağ savaşında 256 şəhid verib. İndi onların uyuduğu bu müqəddəs məkan bizim əbədi ant yerimiz olub. İllər keçəcək, fəsillər dəyişəcək. Ancaq onların ürəyimizdəki yeri heç vaxt dəyişməyəcək. Daim ucalarda olacaq. İkinci Dünya müharibəsi öz dəhşətləri ilə bizim xalqın da taleyindən keçib gedib. Bu amansız müharibə illərində xalqımızın minlərlə igid övladı döyüş meydanlarında qəhrəmanlıqla həlak oldu. Təkcə Masallının 7 oymaq kəndi o döyüşlərdə 100 nəfər nər kimi oğlunu itirdi və bu abidə də onların şərəfinə ucaldılıb. Xalqımız ulu öndərimizin adını həmişə ucalarda tutub. Elə ümummilli liderimizin adını daşıyan bu mərkəz də Masallı sakinlərinin Azərbaycan tarixində silinməz izlər qoyan görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu Heydər Əliyevə olan dərin hörmətin təzahürüdür. Bu dahi şəxsiyyət ən çətin günlərdə xalqımızın gözündə ümid çırağı olub. Masallı rayon mərkəzini gəzdikcə gəzmək istəyirsən. Burada hər addımda yeniliyin, müasirliyin nəfəsi duyulur. Yaşıllıq, təmizlik, abadlıq adamın ruhunu oxşuyur. Və bu könül açan mənzərələri görüb seyr elədikcə, bu gözəlliyi yaradanlara ürəyində sağ ol deyirsən. Qəhrəman